Gününüz aydın məzlərim, salam, xoş gördük. Həftənin birinci günüdür, sizin səhət proqramı yenə də canlı efirdədir. Bu yarım saat ərzində kanalı dəyişməyin, bizə baxmağa davam edin. Bugün bu yarım saat ərzində bizimlə Azərbaycan İmplantoloqları Cəmiyyətinin sədri, İsveçrənin Beynəlxalq ITI təşkilatının Azərbaycan üzrə tədris qrupu rəhbəri, İmplant klinikanın rəhbəri, tibb elmləri namizədi Cabbar Həsənovdur. Sabahınız xeyir olsun, doktor. Xoş gəlmişsiniz. Xoşunuz olsun. Mənim məzlərim. Bizə təbii ki, zəng edib Cabbar həkimə canlı efir vasitəsilə öz suallarınızı da verə bilərsiniz. Telefon nömrəmiz 012-538-06-dır. Amma unutmayın ki, hər zaman söyləyirəm ki, dişlərinizdə bir problem varsa, dişlərinizi dəyişmək istəyirsinizsə və yaxud dişlərin ağartmasını istəyirsinizsə, mütləq və mütləq mən qəbul etdiyim, yəni ki, mənə xoş olan bir ünvan var. Bu da İmplant klinikasıdır. Sizə də məsləhət görərdim ki, sağlam dişlərə sahib olmaq istəyirsinizsə, ən əsasda təbii ki, gözəl gülüşə sahib olmaq istəyirsinizsə, İmplant klinikanı seçin. Doktor, söhbətimizi bugün biraz xəstəliklərdən, yəni bu problemlərdən uzaq eləyək, ümumi söhbət olsun. Hər dəfə söylədiyimiz kimi sizin klinikada daha çox ixtisas seçiminə, yəni ki, daha çox üstünlük verirsiniz. Amma pasiyentlər olaraq kimə və hansı ixtisaslı həkimlərə müraciət edirlər? Salamlayıram pasiyentlərimizi, insanlarımızı, sabahınız xeyir olsun. Çox sağ olun. Və yaxşı sualdır. Yəni klinikada çoxlu mütəxəssislər var və pasiyent hara gəlir, kimə müraciət edir və kimə doğru getsin ilk dəfə. Bu konsultasiya deyirik biz buna, məsləhət deyirik. Bəli. Və hər kəs klinikaya yaxınlaşıb hər hansı bir həkimlə məsləhət ala bilər. Amma məsləhət verən həkim, bu sadəcə hər hansı bir həkim ola bilər. Belə deyək ki, kimin vaxtı varsa. Və bəri başdan da qeyd edirəm ki, məsləhət bizdə pulsuzdur. Nə qədər məsləhət alırsa pasiyentlərimiz və heç bir ödəmə falan lazım deyil. Sadəcə məsləhət almaq və hər hansı bir həkimdən də ala bilər. Amma həkim məsləhət verərkən, yəni pasiyenti ilkin qəbul edən zaman, təbii ki, pasiyentin problemləri ilə maraqlanır. Və burada ayrı-ayrı mütəxəssislər var və biz bir kompleks halında işləyirik. Yəni, pasiyentin bir neçə problemi ola bilər. Təbii ki, çox nadir hallarda pasiyentdə bir problem olur və ya deyək ki, bir dişin müalicəsi olur. Və adətən bu kompleks halında olur. Diş karyesdə olur, diş ağrıyır da, diş ətlərində də problem olur və ya dişlərini düzəltdirmək istəyir, əlavə problemlər var orada. Bəli. O yüzden, yəni, amma pasiyent bir şey düşünüb gəlir. Deyək ki, dişimi implant eləmək istəyirəm və ya dişlərimi düzəltdirmək istəyirəm. Amma bundan sonra bir orada aparıcı mütəxəssis olur. Və bu aparıcı mütəxəssis pasiyentin, belə deyək ki, ana problemi ilə məşğul olur. Amma digər əlavə problemləri də digər mütəxəssislərə göndərir. Belə deyək ki, məsuliyyəti bir həkim daşıyır. Yəni, hansı ki, o ana problem, əsas problemlə məşğuldur. Və bütün məsuliyyəti o daşıyır, bütün işlərə nəzarəti o eləyir və bütün yönləndirmələri o həkim eləyir. Və bu yüzdən də müalicənin sona çatmasında nail olur, yəni müvəffəqiyyət olur. Heç nə nəzərdən qaçmır, heç nə diqqətdən qaçmır. Bu yüzdən bir əsas həkim və bir də onun köməkçi həkimləri olur. Və problemdən asılı olaraq bu gün deyək ki, bir həkim əsas həkim sayıla bilər, digərləri əlavə. Problem dəyişdikcə o birisi həkim əsas həkimə çevrilir, bu birisi əlavə olaraq ona köməkçi həkim sayılır. Doktora, misal üçün, sizə pasiyent müraciət edir, onun bir çox problemi var, amma siz söylədiyiniz kimi, o söylüyor ki, mən sadəcə o implant qoydurmaq istəyirəm. Siz başa salırsınızmı ki, implantdan əlavə sənin çox ciddi bir problemlərin var və dişləri əvvəl müalicə etmək lazımdır və yaxud bu, siz söylədiyiniz kimi karies problemi varsa, bu karies problemini əvvəl həll etmək lazımdır və ancaq ondan sonra implant qoydurmaq lazımdır. Yoxsa sadəcə onları pasiyent dediyini eləyirsiniz? Bilirsiniz, orada şərtlər dəyişə bilir. Yəni, elə hallar var ki, yəni həkim sayır ki, ardıcılıqla bu olmalıdır, sonra implant ola bilər. Bəli. Əgər pasiyent bunu istəmirsə, deyir ki, yox, o problemlər hamısı qalsın, amma mənə yalnız implant edin, mən implant istəyirəm. Bəli. Bu ola bilməz yəni. Yəni, belə hallar var ki, olmaz. Daha öncə müəyyən prosedurlar var, keçilməlidir, müəyyən şeylər müalicə olunmalıdır, ondan sonra implant oluna bilər. Məsələn, biz buna implantasiyada nisbi əks göstərişlər deyirik. Yəni, bu kimə implant eləmək olar, kimə olmaz anlamında iki kateqoriya var. Biri qəti əks göstəriş deyirik, yəni heç vaxt olmaz. Bir dəfə bunu saymışdıq. Ciddi xəstəliklərdir, şiş xəstəliklərdir, qan xəstəliklərdir. Bu adamlar olmaz. Amma elə problemlər var ki, diş əti xəstəliklərdir, ağız boşluğunda xəstəliklərdir, boğazda deyə angina var, başqa xəstəliklər var. Bunlar sağala bilər, çəkib gedə bilər. Hər hansı infeksiyadır, qripdir. Bəli. Bu xəstəliklər sağalandır, sağalır və bundan sonra yalnız implant eləmək olar. Əgər pasiyent deyirsə ki, mənə qrip implant eləyin, təbii ki, eləməyəcək. Ona qədər istəsə də bu olmaz.
Amma tutaq ki, pasiyentin ağzında bir çox problemlər var və bir dənə də karies dişi var. Bilirsiniz, bu nəyə bənzəyir? Bir çox insanlar bizdə görürsünüz ki, diş problemlərini unudur, amma bəzən toy qabağı, ya bir yerə gedəcək, bir şeyə, bir tədbirə gedəcək, onda yadına düşür ki, ön dişimdə karies var, bunu müalicə etdirim. Pasiyent gəlir, söyləyirsən ki, tək burada deyil karies, arxa dişlərdə də var, başqa problemlər də var. Yaxşı olar ki, bunların hamısını həll eləyəsiniz və rahat olasınız, sağlam olasınız, sağlam ağız boşluğu olsun. O deyir ki, yox, mən bu karies təcili lazımdır, bunu eləmək istəyirəm hələlik, başqa vaxta gələrəm. Yəni, bəzən bunlar insanları anlamaq lazımdır. Bəlkə maliyyə problemləri var, bəlkə vaxtı yoxdur doğrudan da, amma tək bir kariesin müalicəsini istəyirsə, olar. Niyə də olmasın? Yəni, bir dişin də müalicəsi əhəmiyyət daşıyır. Yəni, mümkündür. Təbii, bir dənə də dişi sağlamlaşdırmaqda bir əhəmiyyəti var, yəni. O yüzdən ola bilər ki, biz pasiyentin sözünə qulaq asaq deyək ki, onun ayrıca bir dişini müalicə eləyək, qalanları qalsın və ya desə ki, yox, bütün xəstəliklərin üstündən adlayın, gripin belə üstündən adlayın, mən implant qoyun, onda qoymayacaq. Vəziyyətə bağlıdır təbii ki. Doktor, stomatoloq daha çox hansı yaş qrupa diqqətini yönəltməlidir? Yəni, daha çox ən kiçik yaşdanmı, yaşlı yaşdanmı, yoxsa necə? Bilirsiniz, yaş qrupu stomatoloqa kimlər çox müraciət edir? Bir, mən belə düşünürəm ki, bir bu dişlərin dəyişən vaxtı, süd dişlərinin daimi dişlərə keçən vaxtı, diş dəyişmələrlə bağlı problemlər olur, yeni dişlərin gəlməsi ilə bağlı problemlər olur. Bəzən dişlər əyri gəlir, öz yerində çıxmır və ya vaxtından əvvəl çıxır, vaxtından sonra çıxır. Bu yaş biraz qarışıq, dişlərin qarışıq dövrüdür və istər-istəməz stomatoloqa daha çox ehtiyacı olur. Və ya o yaşda həll olunmayan, elə olur ki, məsələn, bəzən çox kiçik bir problem o yaşda diqqət olunmursa, sonradan böyük problemlərə çevrilir. Bir də insanlar arada bir nisbətən az gəlir stomatoloqa, yəni az ehtiyac olur, belə deyək. Bir də insanlar dişlərini itirməyə başlayanda o yaş dövrlərində daha çox stomatoloqa gələn dövr olur və o dövrdə tez-tez dişlərini itirirlər, müalicə etdirirlər və ya düzəltmiş köhnə dişlərini dəyişirlər. Bu diş dəyişmə dövrlərində, süd dişlərini daimi dişlərə çəkən dövründə bu uşaq yaşları təbii ki. Bir də mən belə fikirləşirəm ki, bir 40-50, 55 bəlkə bu aralarda dişlər daha çox dəyişilir, çürüyür və bu aralarda da çox gəlirlər bizim yanımıza. Amma mənə gəlir ki, stomatoloqun müayinəsindən bir 3 aydan, 6 aydan bir mütləq keçmək lazımdır. Çünki diş ağrısı, bir də qulaq ağrısı. Mənə gəlir ki, digər orqanlarda, misal üçün, hər hansı bir yerə ağrıyırsa, onun ağrısı o, hər halda mənə gəlir ki, dözmək daha mümkündür, nəinki diş ağrısını. Diş ağrısı dəhşətdir və mənə gəlir ki, heç kim bu ağrıya dözə bilməz və vaxtında sadəcə olaraq müayinədən keçmək lazımdır. Doktor, siz necə, razısınızmı? 3 aydan, 6 aydan bir mi keçmək lazımdır? Yoxsa sadəcə olaraq ildə bir dəfə də yetər? O bizim yaralı yerimizdir. Düzdür, bir çox insanlarımız var ki, dişlərini daima göstərmək istəyirlər, baxdırmaq istəyirlər və bildiyimiz kimi bəzən elə daxili xəstəliklərdə də, elə ağızda da, dişlərdə də bəzən o xəstəliklər simptomsuz keçir, əlamət göstərmir, amma diş çürüməyinə davam edir və ya karyesində elə bir etapları var ki, bəzən səhti karyesdə təzə-təzə başlayanda bir hissiyatlar olur, amma sonra biraz karyes dərinləşəndən sonra artıq bu dişin xüsusiyyətləridir, ağrının xüsusiyyətləridir, ağrı olmur, simptom olmur. İnsanlar bəzən elə düşünür ki, nəsə bir şeylər vardı, dişimdə keçdi, getdi. Əslində keçib getmədi, başqa bir fazaya keçdi, özünü göstərmir, hiss elətdirmir, amma karyes öz işini görür, çürümə davam edir və bir də artıq şiddətli ağrılarla gəlir. Artıq bu digər bir mərhələdir, pulpit mərhələsidir. Yəni artıq dişin sinirinin üstü açılıb, artıq pasiyent, insan məcburi gəlir klinikaya, gecə yatmır, səhərə qədər gözləyir ki, səhərlə başlayacaq ki, mən həkimə gedim. Bu artıq bir növü məcburi gəlişdir. Bəzən, düzdür, çox az hallarda biz sivil cəmiyyətdə yaşayırıq. İnsanlarımız artıq çox savadlıdır, hər şeyi biləndir, hər şeyi hiss edir və gəlirlər təbii ki. Amma deyək ki, insan ona da qulaq asması o ağrıya, yenə bir müddətdən sonra sinir, üstü açılmış sinir, zədələnmiş sinir, iltihaplanmış sinir yavaş-yavaş ölür, çürüyür və bundan sonra yenə ağrılar itir. Sanki yenə insan düşünür ki, yaxşı oldu. Sevinir, yaxşı oldu. Stomatoloqa getməyə ehtiyacı yoxdur. Ağrı bu dəfə də keçdi getdi, amma bu dəfə daha dərinləşir. Apeksə doğru. Dişdən kənara çıxır, yəni kənə tümünə çıxır və orada da bir iltihaplaşır, şişir. Artıq bu dəfə məncə dair qaçası yeri yoxdur, gəlir həkimə. Yəni bu qədər dəyişdirmək düzdür, çox az hallarda olur. Dediyim kimi şəhərdə çox az olur. Biz az belə şeylər görürük, amma bəzən olur.
bəzən diqqətsizlikdən olur. Yaxşı olar ki, vaxtında diqqət edib, vaxtında bunların qarşısını almaq olsun. Doktor, dişlərin deformasiyasından da biraz danışaq. Bu breketlər son zamanlar düzdür. Qabaq mənim yadımdadır bir neçə il bundan öncə. Hətta bəzi insanlar utanırdılar belə breketləri taxmağa. Həm böyüklər, həm kiçiklər. Amma indi o qədər dəbə düşüb ki, hətta bəzi ulduzlar belə breketlərdən bir deformasiya, yəni dişlərdə bir problemi olmasa da belə, amma çalışırlar brilyantlardan, qızıllardan istifadə etsinlər və sanki bir image kimi yaradırlar və dəbə düşüb bu breketlər. Amma müalicədən biz danışırıq indi, dəbdən yox. Breketləri neçə yaşdan, körpə, yəni uşaqlardan söhbət gedir, yəni balaca yaşdan taxmaq mümkündür. Yəni məsləhət görürsünüz daha doğrusu. Çox doğru qeyd edirsiniz. Yəni breketlər əvvəl insanlara sanki bir utancaqlıq gətirirdi. Amma son dövrlər çox yaxşı haldır ki, artıq bunu tam necə var qəbul edirlər. Hətta bəzən çox gözəl breketlər var. Gözəl dizaynlar verilir. Hətta mən bildiyimə görə bir ulduz eşitmişdim ki 100 min lir pul verib bir breketə. Ki o breketləri taxsın. Nə bilim, valla mən düzdür heç vaxt taxmamışam. Çünki şükürlər olsun uşaqlıqdan belə məndə dişlərdə bir problem olmayıb. Yəni deformasiya yoxdur və ehtiyac olmayıb. Amma bir çox tanışlarımda bilirəm ki olub və sadəcə olaraq utanırdılar bunu etməyə. Amma uşaq vaxtından bunları taxmasan yəqin ki böyüyərkən bu dişlər lap pis vəziyyətə düşəcək, düzdürmü? Təbii, breketləri müəyyən bir yaşdan taxılır. Söylədiyim kimi, indi məncə kimsə özünə kompleks eləmir breketlərlə bağlı. Bizim pasiyentlərimiz var, 50-55 belə yaşlarında hətta. Maşallah. Breketlərlə onlar çox gözəl nəticələr əldə edirlər və sevinirlər. İndi bilmirəm, daha gənc yaşlarında niyə eləməyiblər, hər hansı səbəbdən bəlkə eləməyiblər. Amma bəlkə inanmayıblarmı, bəlkə az olubmu deyək ki, belə bir şeylər. Amma indi çox belə müvəffəqiyyətli gedir və tam normal da qəbul edirlər. Kənar insanlar da artıq kimsəyə məncə bir gün gülmür ki, onun ağzına breket var, ya bu nədir, bu nəsə bir dəmirdir mi, nədir mi? İnsanlar son vaxtlar hətta fəxrlə bunu deyirlər. Doktor, bunu şahidi olmuşam ki, məndə breketlər var, özdə bax gör necə gözəldir. Təbii, çox gözəl qəbul olunur və hətta bəzən ehtiyacı olmayan insanlar belə breket istəyir bizdən. Bəli. Ona görə, bəlkə də deyirəm, son zamanlarda bu dəbə düşüb deyə ona görə. Doğrudan mı bu breketlər, əgər deformasiya dişlərdə varsa, bu qədər mi kömək edirlər? Siz elə onu deyəcəkdim. Yəni, bir də nəticəni görürlər. Nəticəni görürlər. Bəzən bizə gələn uşaqlar, pasiyentlərin, təbii ki, biz bütün ölçülərini alıb saxlayırıq. Yəni, işə başlayan andakı fotoları olur, saxlayırıq, modelləri olur, saxlayırıq. Yəni, bəzən o çənənin tam formasını birə-bir model töküb saxlayırıq. Bəli. Bəzən olur ki, valideynlər, dişlər bu breketlə bilirsiniz, çox belə yavaş-yavaş öz yerinə gedir və 3 aya, 5 aya, 1 ilə və bu yer dəyişməni bəzən valideynlər hiss eləmir. Hər gün uşaq gözün qabağındadır. Bəzən deyirlər ki, bir dəyişiklik görmürəm. Onda biz köhnə modeli çıxardıb göstərəndə deyir, doğrudan mı mənim uşağımın dişidir? Mənim uşağımın dişi belə idi mi? Fotosunu göstərsən ki, bəs bu uşağın sifəti, bu da dişlərin vəziyyəti. Onda inanır və görür ki, doğrudan da nəticə böyükdür. Və nəticəni gördüklərinə görə, breketlərin bu qədər gözəllik yaratdığına görə, bu qədər funksional baxımdan dişləri gözəl vəziyyətə gətirdiyinə görə onlar buna çox inanır və çox sevir. Təbii ki, burada təkcə gözəllik deyil, təkcə dişlərin sırası olması məsələsi deyil və sıx dişlər arasında təmizlənmə yaxşı getmədiyi üçün həmişə karies sıx dişlərdə daha çox yaranır, daha çox çürüməyə meyilli olur. Diş ətlərində xəstəliklər daha çox meyilli olur. Yəni, bu dişlərin sırasının düzəldilməsinin böyük əhəmiyyəti var. Gözəllik olsun, funksional baxımdan çeynəmə effekti yüksəlir. Yəni, belə təcrübələr var da, yəni biz nə ilə bilərik ki, çeynəmə effekti nə qədərdir? Eyni miqdarda qidanı verirlər müxtəlif dişi olmayan insanlara və ya bir neçə dişi olmayan insanlara və ya əyri dişləri olan insanlara. Deyək ki, məsələ üçün, tutaq ki, bir 20 qram, 30 qram ya 50 qram qoz verilir. Eyni adam bu da çeynir, bu da çeynir. Amma orada böyük fərq görünür. Bu o deməkdir ki, biz, yəni normal dişi olan insanlar dişlərin bir-birinə qapanması normal olmalıdır. Dişlər bir-birinin düzgün görüşməlidir. Aşağı çənə, yuxarı çənə. Dediyim kimi, breketlər bunun hamısını yoluna qoya bilir və yüksək nəticələr verir. Və bizim hər yaxşı çeynəmədiyimiz qida mədəmizdə zaman-zaman problemlər yaradır. Doğrudur. Və bu bir günə deyil, 3 günə deyil, bu illər ərzində belə olduğu üçün təbii ki, nə vaxtsa bir mədədə problem yarana bilir. Mədədə yaranan problem digər orqanlara, bağırsaqlara, filanlara ötürülür. Təbii ki, bu bütün həzm sistemi pozulur. Və bu da o deməkdir ki, yəni zamanında, vaxtında bu dişlərin düzəlməsi, xüsusilə diş sırasının düzəlməsi, aşağı-yuxarı çənələrin bir-birinə kontaktının düzəlməsi tam çeynəməni funksiyanı normal hala salır. Breketlərlə düzələn dişlər gözəl olur.
İnsan gülümsəmədə heç vaxt kompleks yaşamır. Bəli. Rahat-rahat gülümsəyir. Hər yerdə uşaqdırsa uşaqların arasında, böyükdürsə böyüklərin arasında özünü rahat hiss edir. Yəni bu qədər əhəmiyyəti var. Siz də gözəl, sağlam dişlərə sahib olmaq istəyirsinizsə, gözəl gülüşə sahib olmaq istəyirsinizsə, hər birinizi İmplantın klinikaya dəvət edirəm. Sadəcə olaraq bir dəfə gəlin, görün bu klinikanı və inanıram ki, digər stomatoloji klinikalara axtarışına artıq çıxmayacaqsınız. Çünki buna ehtiyac yoxdur, inanın mənə. Və ən əsasda hər zaman söyləyirəm ki, mənim üçün stomatoloqlar bir seyirbazdırlar. Nəyə görə? Çünki həm diş problemləri həll edirlər, həm də ki, insanlara sevinç, gülüş bəxş edirlər. Gülüş də təbii ki, insanın ömrünü uzadır. İnsan nə qədər çox gülsə, bir o qədər gözəl görsənir və elə hər birinizə sağlam və gözəl olmağı arzu edirəm. Doktor, misal üçün, əgər breketlər varsa və digər dişlərdə hər hansı bir problem varsa, müalicəni etmək olarmı? Yoxsa bu breketlər mütləq çıxarılmalıdır? Yəni, taxıla-taxıla. Tabii, breketlər taxılmamışdan öncə bütün ağız boşluğu tam sanasiya olunur. Yəni, bizim bildiyimiz kimi tam sağlam bir vəziyyətə gətirilir. Hətta minası, emalı zəif olan dişlərə belə breket yapışdırmaq biraz sonraya saxlanılır, belə deyək ki. O dişlər müalicə olunur, varsa karyeslər müalicə olunur və yalnız bundan sonra breketlər taxılır. İstənilən halda breketlər yumanı, dişlərin yuyulmasını, təmizlənməsini biraz çətinləşdirir. Əgər orada bir karyes problemi varsa, emalda biraz problemlər varsa, təbii ki, breketlər onu biraz da artıra bilər. Və bu üzdən tam müalicə olunmuş dişlərin üzərinə breket taxılır və təbii ki, sonra da nəzarətdə saxlanılır ki, başqa bir çürümələr filana yol açmasın. Doktor, çox huzur istəyirəm. Tamaşaçımızın sizə sualı var. Gəlin onu eşidəyin. Gününüz aydın olsun. Salam, xoş gördük. Eşidirik sizi. Çox sağ olun, sabahınız xeyir olsun. Salam xanım. Mən bir valideynə sizi narahat edirəm. Məndə ki, bunun 20 yaşı var. Bəli. Dəfələrlə onun dişi müayinə elətdirmişəm, yaxşı klinikada elətdirmişəm də. Plomlar qoydurmuşam. Plomlar qalmır uşağın ağzına düşür. Bir də ki, plomlu diş elə bir indi bir həftədən elə plomlu dişin üstü qaralmağa başlayır. Bilmirik neynəyək. Həkimə sual da vermişəm vaxtıyla ki, bu dişin uşaqda nə çatışmır da, bəlkə nəsə çatışmır, uşağın dişləri belə çürüməyə başlayır. Neynim, deyir ki, heç bir şey olmur da, yəni bu çürüyür, sadəcə olaraq çürüyür. Mən onun çarəsini bilmək istəyərdim ki, neynim ki, uşağın dişləri çürüməsə, plomlar nəyə görə düşür? Zəhmət olmasa xahiş edirəm sizdən, bu barədə mənə bir məlumat verərsiniz ki, mən onun çarəsini bilərdim. Oldu, çox sağ olun. Təşəkkür edirəm, minnətdarıq sualınız üçün. Plomb normal qiymətləndirilmiş dişin vəziyyəti dəyərləndirilir. Bunu nə ilə bərpa eləyəcəyik? Plombla mı, yoxsa qapaqla mı və s. O dişin dağılma dərəcəsinə bağlıdır. Əgər diş plombla bərpa olunursa, deməli plomb belə deyək ki, məsləhət görülüb. Və bu plomb düşməməlidir. Amma belə bir şey var. İkincili karies dediyimiz bir şey də var. Yəni bu normal sağlam dişdə günlərin bir günü bir karies əmələ gələ bilirsə və bir kariesli dişdə də plomblanandan sonra, mən demirəm həmin günü, illər sonra ikincili karies yarana bilər. Təbii ki, yenə təkrar müalicə olmalıdır. Normalda mənim bildiyim qədər dişin boşluğu, çürümüş vəziyyəti dəyərləndirilməlidir. Əgər dediyim kimi həkim ora plomb qoymağı məsləhət görürsə və ora plomb qoyursa, bu plomblar düşməməlidir. Və ya düzgün boşluq dəyərləndirilmir, dişin o çürümüş hissə düzgün dəyərləndirilmir. Deyək ki, məsəl üçün, qapaq tələb olunan yerə plomb qoyulur. Yəni, bu üzdən plomb qoyulursa, deməli, həkim bunu tövsiyə edib, bunu məsləhət bilib. O plomblar düşməməlidir. Çox nadir hallarda plomb düşə bilər. Yəni, belə hər gün düşməz. Çox nadir hallarda bəzən plomb da düşə bilir. Amma dediyim kimi, başqa inləylər var. İndi müasir stomatologiyada çoxlu başqa metodlar var, üsullar var. Onlardan istifadə eləmək olar. Bu üzdən, yəni, çox geniş bir çeşid var. Və hər şey də asılıdır diaqnozun qoyulmağından, hər şey asılıdır vəziyyətin qiymətləndirilməyindən və müalicənin gedişindən, müalicənin hansı səviyyədə aparılmağından. Qısası, görülən bu müalicə işləri tez-tez belə ağırlaşma verməməlidir. Plomblar düşməməlidir. Hər hansı qoyulan bir qapaq tez düşməməlidir. Ola bilərmi ki, həkimin səhvidir, doktor? Mən onu yalnız baxıb pasiyenti... Mən dəvət edirəm hər birinizi İmplantın klinikaya məzlərim. İnanıram ki, bu klinikaya siz gəlsəz, müraciət etsəz, heç belə bir problemlə üzləşməyəcəksiniz, əmin olun buna. Və ekranlarda hal-hazırda telefon nömrələri və ünvanı görürsünüz. Yox, əgər canlı efir vasitəsilə həkimə sual vermək istəyirsinizsə, buyurun bizə zəng edin. 012-538-06 telefon nömrəmizə. Doktor, çox üzr istəyirəm, vaxtımızın sonuna gəldi, çatdıq. Heyflər olsun, amma bir sualım olacaq. Bu breketlər taxılırsa, implant qoydurmaq mümkündür, yoxsa yox? Breketlər taxılırsa, implant qoymaq
biz bu cür kompleks işlər görürük. Yəni bircə müalicə. Çünki breketlər taxılırsa deməli diş sırasında qüsur var. Dişləri sıraya düzmək lazımdır və dişlər breketlərlə müalicə zamanı yerin dəyişdiyi üçün o anda implant eləmək olmaz təbii ki. Yalnız breketlərlə uyğun müalicə aparılır. Dişlər tam öz sırasına gəlir və harda uyğun boşluqlar varsa, ondan sonra yalnız implant qoyula bilər. Tam ortodontik müalicə bitdikdən sonra, yəni breketlərlə müalicə bitir, artıq dişlərin stabilləşmə dövrü gəlir. O dövrdə biz yalnız implantlar eləyirik. Amma paralel olaraq bu aparıla bilməz. Çünki dediyim kimi dişlər yerini dəyişir, sonra implantlar uyğun olmayan yerdə qərar tuta bilər. Onlara xüsusi qulluq lazımdırmı? Yəni bu taxılan müddətdə necə onları qorumaq lazımdır? Sadəcə xüsusi fırçalar var. Çox dəbdədir deyə, ona görə deyirəm. Təbii, xüsusi fırçalar var və dişləri necə fırçalamaq, breketlər olan dişlərin özünə məxsus fırçaları var, arada boşluq olan fırçalar var və bu hamısı təbii ki, breket daşıyan insanlara verilir. Yəni satışda var, yoxsa ancaq klinikalarda? Hər halda bizim klinikada var və satışda da var. Amma yaxşı olar ki, bunu müalicə həkiminin tövsiyəsi ilə alsınlar hansı şotkunu və ya həmin klinikada alsınlar. Çünki hər bir şotkunun özünə məxsus xüsusiyyətləri var və o uyğun breketə uyğun... Yəni öz başına onu etsələr, breketlərə zədə də verə bilərlər. Təbii, həkim seçir və onu pasiyentə tövsiyə edir. Və çox müxtəlif fırçalar var, çox diqqətli təmizləmə tələb olunur. Əgər çox diqqətli təmizləyirlərsə, breketlərlə müalicə vaxtı heç bir problem yaranmaz. Müalicədən sonra pasiyentlər nəzərdə saxlanılırmı? Yəni, neçə müddət ondan sonra gəlirlər sizin qəbulunuza? Sadəcə bir müayinə üçün. Təbii, bayaq söylədiniz, çox gözəl söylədiniz. Çox yaxşı olar ki, hər bir insan, indi dəbdə olan söz var, check-up. Yəni, check-up deyilən bir şey eləsinlər. 6 ayda bir stomatoloqa gəlsinlər və təbii dişlərini göstərsinlər. Onda bir çox xəstəliklərin daha öncədən profilaktikası aparırlar, müalicəsi aparırlar və çox dərinləşməz. İmplant olunan xəstələrə biz tövsiyə edirik ki, 6 ayda bir gəlin bizim yanımıza. Hətta biz onlarla müqavilə bağlayanda belə bir şey yazmışıq ora ki, əgər 6 ayda bir gəlməyəcəksinizsə, biz sizə garantiya vermirik. Biraz qorxuzuruq onları təbii və bu lazımı bir qorxulu məsələdir. Doktor, təşəkkür edirəm. Minnətdaram ki, bu yarım saat ərzində bizimlə idiniz. Mənim əzizlərim, sizə təşəkkür edirəm ki, bugün bizimlə idiniz. Sabah 11-15-də bizə baxmağı unutmayın. Mən Lalə Mustafayeva, bugünlük sizinlə sağollaşıram. Sağ olun və hələlik salamat qalın.